İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Azərbaycanda fəaliyyət göstərən KOB-lara praktiki dəstək üzərində fokuslanıb. KOB evləri bir pəncərə prinsipi ilə qeydiyyat, lisenziyalaşdırma, maliyyə məsləhətləri və ixrac bazarlarına çıxış xidmətlərini bir arada təqdim edir. Bu model sahibkarlıq proseslərini sadələşdirməklə yanaşı, sahibkarlara inkişaf üçün lazım olan resursları təmin edir. Biz digər Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin ölkələrini də bu cür modelləri nəzərdən keçirməyə və sahibkarlığı təşviq etməyə çağırırıq. Bunu agentliyin idarə heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin Biznes Şurasının 8-ci plenar iclasında bildirdi. Azərbaycanın sədrliyi dövründə məqsədimiz Qazaxıstanın əvvəlki sədrliyi çərçivəsində irəli sürülmüş təşəbbüslərin üzərində qurmaq və bizneslərimizə real fayda verəcək praktiki təşəbbüslərə fokuslanmalı idi. Bu təşəbbüslərdən biri AGM katibliyinin təqdim etdiyi KOB bələdçisidir. Bu layihə biznesə başlama, maliyyələşməyə çıxış və yeni bazarlara daxil olmaqla bağlı praktiki tövsiyələri özündə birləşdirən faydalı bir resursdur. Burada biznesin qeydiyyatı, tənzimləyici çərçivələr və investisiya imkanları ilə bağlı mühüm məlumatlar yer alır. Orxan Məmmədov həmçinin qeyd etdi ki, yerli məlumatların, hüquqi yeniliklərin və uğurlu təcrübələrin paylaşılması ilə bu bələdçini KOB-ların biznes mühitində uğurla fəaliyyət göstərməsi üçün əsas resursa çevirmək olar. Bugünkü sessiya həmçinin KOB-yanın həyata keçirdiyi bəzi əsas sahələri və ən yaxşı təcrübələri təqdim etmək üçün bir imkandır. Və əsas istiqaməti biz qadın sahibkarlığının inkişafını götürdük, həmçinin yüksək texnologiyalarlı sahibkarlıq və kiçik orta biznes subyektlərinin yaşıl iqtisadiyyata transformasiyası mövzusu da əsas götürülmüşdür və həm sədrlər, həm üzvlər bu mövzu ətrafında müzakirələr aparılmışdır. Biz Azərbaycan olaraq öz müsbət təcrübəmizi bölüşdük. Xüsusilə kiçik orta sahibkarlığın inkişafı istiqamətində KOB evlərimizdən danışdıq. Bu KOB evləri institutunun həmin ölkələr çərçivəsində inkişaf etdirilməsindən danışdıq. Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin baş katibi Kayrat Sarbayın sözlərinə görə Azərbaycan AGM sədrliyi çərçivəsində inklüziv inkişafı, o cümlədən Qadınlar Şurasının yaradılmasına diqqət yetirir. Təşkilat Azərbaycanın kiçik və orta biznes, investisiya, biznes və ticarət məsələlərinə göstərdiyi diqqəti yüksək qiymətləndirir. Bununla yanaşı o inkişafla bağlı 6 prioritet istiqamət və addımın müəyyən edildiyini vurğulayıb. Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirə, Qadınlar Şurasının yaradılması, institusional qarşılıqlı fəaliyyət platforması olacaq. Bundan başqa AGM-in məşvərət orqanları, Biznes Şurası və Gənclər Şurası arasında sinergiyanı inkişaf etdirmək də vacibdir. Çünki gənclər innovasiyaların əsas mənbəyidir. AGM Azərbaycanın kiçik və orta biznes, investisiya, biznes və ticarət məsələlərinə göstərdiyi diqqəti yüksək qiymətləndirir. Bununla yanaşı, o inkişafla bağlı 6 prioritet istiqamət və addım müəyyən edib. KOB-un inkişafı üçün rəqəmsallaşmaya dəstək, qadın sahibkarlığın inkişafı, KOB-un yaşıl keçidinə dəstək, ağıllı şəhərlərdə KOB-un rolu və dövlət stimulları, transsərhəd ticarət və elektron ticarət, KOB-un qlobal əlavə dəyər zəncirlərində iştirakı. Qazaxıstan Beynəlxalq Ticarət Palatasının idarə heyətinin sədri Murad Karimsakov diqqətə çatdırdı ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu xüsusilə dayanıqlılığı, multimodallığı və strateji əhəmiyyəti nəzərə alınmaqla Avrasiya ticarətində əsas hərqəyə çevrilir. Hazırda Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, daha sonra Türkiyə və Avropa ölkələrindən keçən beynəlxalq nəqliyyat logistika dəhlizi fəal şəkildə inkişaf edir. Aktau dəniz limanının xüsusi iqtisadi zonasında həmçinin Azərsun Holding tərəfindən inşa edilmiş logistika mərkəzi fəaliyyət göstərir. Bu mərkəz Azərbaycan meyvə və tərəvəzlərinin saxlanılması, emalı və daşınmasında mühüm rol oynayır. Tədbirin məqsədi AQM üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaqdır.